Mürəkkəb siyasi hadisələrin baş verdiyi, böyük imperiyanın bir sistemdən digərinə yenicə keçid aldığı 1918-ci ildə dünyaya göz açdı. Uşaqlığı Xəzərin sahilində, Novxanıda və Bakıda keçir. Ancaq ağlına da gəlməzdi ki, bir gün dünyalar qədər sevdiyi bu dənizə, Bakıya və doğma Novxanıya əlvida deyəcək. Uzaq sahillərdə öz adından daha çox Mixaylo kimi tanınacaq və seviləcək. Mehdi 5 yaşında atasını, daha sonra anasını itirir. 1931-ci ildə Bakıda Zərgər Palan küçəsindəki 19 nömrəli məktəbdə 7 illik təhsilini başa vuran gəncin maraq dairəsi xeyli geniş idi. Ədəbiyyatla maraqlanır, şeir yazır və Səid Rüstəmov kimi bəstəkardan tarda, rayalda ifa etməyi öyrənir, dram dərnəyinə gedir. Bütün bunlara baxmayaraq, rəssam olmaq istəyir və Bakı Rəssamlıq Məktəbinə daxil olur. Burada rəngarlıq sənətinin sirlərini öyrənir. Leningrad Rəssamlıq Akademiyasına daxil olmaq üçün 2 uğursuz cəhddən sonra sənədlərini Leningrad Xarici Dillər İnstitutuna verir və qəbul olunur. Ancaq təbiətcə yaradıcı insan olduğundan təhsilini Moskva Sovet Yazıçılar İnstitutunda davam etdirmək istəyirdi. Arzum bir neçə dil öyrənib Moskva Sovet Yazıçılar İnstitutuna qayıbanə girməkdir. Amma bu kursa mükəmməl frənk dilini bilənləri qəbul edirlər ki, 2 il sonra xaricdə bir işə yollansınlar. Mən buna etiraz etdim. Говорит Москва. Передаем важное правительственное сообщение. Граждане и гражданки Советского Союза. Сегодня в 4 часа утра, без всякого объявления войны, германские вооруженные силы атаковали границы Советского Союза. 1941-ci il iyun ayının 22-si. Mehdi Hüseynzadə səfərbərliyə alınaraq Tbilisi Hərbi Piyada Məktəbinə göndərilir. Burada o, 1942-ci ilin yayına qədər kəşfiyyat tağımının müdavimi kimi xüsusi təlim keçərək leytenant rütbəsi alır. Əziz bacım, biz Tiflisdəyik. Müharibəyə hazırlaşırıq. Dünən mənə avtomat və təzə hərbi libas verdilər. Görəsən mən bu avtomatla adam öldürə bilərəmmi?
Stalingrad, 1942-ci il. Mehdi Hüseynzadə leytenant rütbəsində şəhərin müdafiəsi uğrunda döyüşlərə qatılır. Bu məktubu düşmən güllələri altında yazıram. Burada şiddətli vuruşmalar gedir. Faşistlərin törətdikləri cinayətlərin həddi yoxdur. İnsan insanın düşmənidir. Sabah biz hücuma keçirik. Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacaq, sizin başınızı ucaldacağam. Ölsəm də qəhrəmancasına öləcəm. Mənim barəmdə eşidərsiniz. Hələlik sağ olun. Bu mənim son məktubumdur. Bundan sonra leytenant Hüseynzadənin həyatının ən keşməkeşli və gərgin illəri başlanır. 1942-ci ilin iyununda o, Kalaç şəhəri yaxınlığında yaralı vəziyyətdə almanlar tərəfindən əsir götürülür. ...279 saylı əmr. Düşmən tərəfə əsir düşmüş bütün Qızıl Ordu əskərləri ölümə məhkum olunsun. İosif Stalin, 16 avqust 1941-ci il. Legionların yaranmasının bir səbəbi də məhz bu əmrlə bağlı idi. O illər Avropa ölkələrində, o cümlədən Almaniyada, digər Sovet vətəndaşları kimi minlərlə Azərbaycanlı hərbi əsir vardı. Alman komandanlığı düşərgələrdəki əsirləri milli mənsubiyyətlərinə görə qruplaşdırırdı. Bu işdə Türkiyədə mühacir həyatı yaşayan Azərbaycan Demokratik Cümhuriyyətinin liderlərindən Məhəmməd Əmin Rəsulzadənin də rolu olur. O, Azərbaycanın və əsir düşmüş həmvətənlərinin gələcək taleyi ilə bağlı bir neçə dəfə Polşaya gəlir, Almaniyanın yüksək rütbəli dövlət adamları ilə danışıqlar aparır. Beləliklə, Mehdi Hüseynzadə 1942-ci ilin sonunda Azərbaycanlılardan təşkil olunmuş Poltava vilayətinin Mirqorod şəhərində yerləşən Wehrmachtın 162-ci Türkistan diviziyasına daxil edilir. Həmin hərbi hissə, Şərqin adət-ənənələrini yaxşı bilən Alman generalı Nadir Mayer'in rəhbərliyi altında təşkil olunur. Diviziyaya Azərbaycanlı polkovnik İsrafil bəy İsrafilbəyov rəhbərliyidir. Mehdi həmin legionda Azərbaycanlılar arasında nüfuz sahibi olan Cavad Həkimli ilə tanış olur. ...1942-ci ilin sonlarında Cavad Həkimli ilə birlikdə Potsdamda 3 aylıq kurslara göndərilir. Bir tərəfdən Alman rəhbərliyinin Azərbaycanın gələcəyi ilə bağlı vədləri, o biri tərəfdən də vətənə qayıdacaqları halda onları gözləyən cəzalar legionerləri çıxılmaz duruma salır. Bu baxımdan Mehdi də minlərlə həmvətəni kimi ələ düşən bu imkandan yararlanmalı olur.
Mehdi Hüseynzadə xüsusi intellekti ilə seçilən, gözəl natiqlik qabiliyyətinə malik olan bir şəxs idi. Ona görə də kursları bitirdikdən sonra yenidən Almaniyanın Ştrans şəhərindəki Türkistan diviziyasına qaytarılır. Mehdi, Cavad həkimliyi ilə birlikdə kəşfiyyat və əks kəşfiyyatla məşğul olan S1 şöbəsində xidmətə başlayır. Onun xüsusi bacarığını nəzərə alan Alman komandanlığı Mehdinin sistematik olaraq radio ilə çıxışına imkan yaradır. Sovet hakimiyyətinin tezliklə yıxılacağına inanan Mehdi Hüseynzadənin çıxışlarının əsasında isə Azərbaycanın müstəqilliyi məsələsi dayanırdı. Mehdi təbliğatçı kimi dəfələrlə Azərbaycan legionunun müxtəlif hissələrinə gedir, Alman dilində nümayiş etdirilən filmləri Azərbaycan legionerlərinə tərcümə edir. Ancaq vaxt ötdükcə legionerlər Alman rəhbərliyinin Azərbaycanın müstəqilliyi ilə bağlı verdiyi vədlərin arxasında heç nəyin dayanmadığını başa düşürdülər. Belə bir dövrdə İtaliya generalı Pietro Badalio 1943-cü il sentyabrın 3-də müttəfiqlər tərəfinə keçir. Bu hadisələrdən narahat olan Alman komandanlığı hərəkatı yatırmaq üçün qoşunların İtaliya ərazisinə daxil olması barədə qərar qəbul edir. Sentyabrın ortalarında Mehdinin xidmət etdiyi 162-ci diviziya partizan hərəkatını əzmək üçün İtaliyaya göndərilir. Legionun hissələri İtaliyanın Adriatik sahillərində yerləşdirilir. 162-ci diviziyanın mənzil qərargahı Seganda da, 314-cü alayın qərargahı isə Trieste şəhəri yaxınlığında Villa Apicina'da mövqe tutur. Qoşunların İtaliyaya gəlməsindən sonra legionerlər yerli partizanlarla əlaqə yaradırlar. Bu işdə Mehdinin əlahiddə rolu olur. 1944-cü il fevral ayının 6-sında Mehdi Hüseynzadə, Cavad həkimli və bir neçə legioner Adriatik sahillərində döyüşən partizanlara qoşulurlar. Bundan sonra Mehdi 314-cü alaydan bir neçə legionerin qaçırılmasında iştirak edir. Beləliklə, keçmiş Azərbaycan legionerləri Yugoslaviya Xalq Azadlıq Ordusu 9-cu Korpusunun Gradnikov adına briqadasının tərkibində Sloveniya torpağında Alman faşistlərinə qarşı döyüşləri başlayırlar. Alman hərb maşınının işinə yaxşı bələd olan Mehdinin buradakı fəaliyyəti əsasən kəşfiyyat, əks kəşfiyyat və hərbi təxribatdan ibarət idi. Mikhailo ləqəbini də ona elə burada verirlər. Həmin dövrün Alman, İtalyan qəzetlərində və hərbi hesabatlarda oxuyuruq. Mikhailo, Alman zabiti paltarında Trieste tək başına zabitlər restoranını partladıb. Nəticədə onlarla Alman zabiti məhv olmuş, daha çox hərbiçi ağır yaralanmışdı. Ardından Mikhailo'nun qrupu Il Piccolo'nun redaksiyasının və mətbəəsinin külünü göyə sovurur. Nəticədə qəzet uzun müddət fəaliyyətini dayandırır. Trieste Alman əskər və zabitlərinin mehmanxanası, 25 avtomaşınla bərabər hərbi qaraj da Mikhailo'nun qrupu tərəfindən partladılar. 1944-cü ilin 22 aprelində Trieste şəhərinin Via Gega küçəsində Mikhailo'nun qrupu tərəfindən Alman hərbi qulluqçuları üçün kazino partladılar. Bu qəsdi törətməkdə şübhəli görünən çox sayda adam tutulub. Onlardan 51 nəfəri barəsində hərbi məhkəmə ölüm hökmü çıxarıb. Hökm dərhal yerinə yetirilib.
Müharibə illərində Triest şəhərindəki bu kazino Alman zabitlərinin tez-tez yığışdıqları məkanı idi. Mehdi Mikhailo buranı partlatmaqla 100-dən artıq Alman zabitinin həyatına son qoyur. İndi isə bura məşhur Triest konservatoriyasının binasıdır. Bura İtaliyanın Opçina şəhəridir. Qarşısında dayandığımız bu bina 2-ci Dünya müharibəsi illərində şəhərin ən böyük istirahət mərkəzlərindən biri idi. 1944-cü ilin yay axşamlarının birində Alman zabitləri üçün kino seansı təşkil olunur. Mehdi Mikhailo, partizan yoldaşı İvan Ruski ləqəbli Mirdamət Seyidovla birgə burada təxribat törədirlər. Həmin hadisədən yarım əsrdən çox keçməsinə baxmayaraq, bu kinoteatr İtalyanlar arasında belə adlanır: Mikhailo'nun partlattığı kinoteatr. Her pazar günü saat 7'de Razvetka dedi ki, faine geldi ki, orada film gösterdi. Mevkiyle gittiği bizim için korkulu neydi? O demir yolunu geçmek. Akşam da karışırdı. Demir yolunu bir təhər keçdik. Patrollar işləyirdi, patrollar aralanmışdı. Kimizdə də met olmasından qaranlıq kimidir. Geldik küçənin başına kimsenin yanına. Sola döndük, kinoteatrdı. Orada post uzundan nereye dururdu. Gördük Nemesler bir geçkenler de girirler, biz de oraya karşı girdik içeri. Formadayıq da, Alman formasında. Bizi oturmağa getməmişik axı. Geçtik dal cərgəyə biraz aralı. Gördük ki orada kino zat gösterir, kadrlar gösterir. Rus frontundan gösterir, Hitler'i gösterdi. Zik, hayl, zik, hayl çığırır. Benim badajı, şimdi görərsən kimdir? Galipkar. Dirseklə signal verdim Mehdi'ye. Bir başlayaq. Başlayaq deyəndə əyilib kağızı aralayanda kağızın saçlarına biri döndü, sonra bile baktı. Ağılına ne gelebilirdi ki? Geçti. Ben Almanca dedim ki, Mensch, wir haben doch diesen Film gesehen. Komm gehen, etwas Schnaps trinken. Aya, biz ki bunu görmüşük. Hamısına gel gidək, araq çək. Ki bunlar hərflər eşitsinlər. Çıxdıq patron postlar, onlarla kinoya baxmana məşğuldur. Yavaş-yavaş getdik, gördük, ayaq taxıvaltısı gəlir, yerə uzandıq, fonunda görüşür də gölgələr gedir. Tappıltı yavaş-yavaş yeri qulağısına geri xəbər verir. Görük aralarında tappıltılar, ayaq tapası getdilər. Durduq, yolu geçtik. Yolu keçəndən sonra, xeyli gidəndən sonra birdən böyük bir partlayış. Biz sevdiğimizden birbirimizi kucaklayalım. Ki ilk əməliyyatımız çox yaxşı keçdi. Nahajamo se u predmestju Nove Gorice, to je kraj Šempas. V tem kraju Bura Sloveniyanın Novogorica şəhərinin Şempas qəsəbəsidir. Bu ərazidə Sovet qoşunları və Yugoslav partizanları Almanlarla çox gərgin döyüşlər keçiriblər. Mikhailo da bu yerlərdə dəfələrlə təxribatlar törədib. Almanların qoşun hissələrinə və qərargahlarına hücumlar təşkil edib. O zamanlar mən də Mehdi Mikhailonun partizan dəstəsi ilə tez-tez əlaqələr saxlayırdım. Biz Slovenlər partizanlara köməklik edirdik. Belə ki, növbəti əməliyyatdan sonra Mikhailo dostu ilə birgə Vitovle kəndinə qalxırlar. vojne zbral celoten ruski bataljon in od tu odpotoval nazaj v svojo domovino.
Heroj Mikhailo i njegov soborec Biz hazırda Vitovle kəndindəyik. Bu evin çardağı Mikhailonun son döyüş yeridir. Dostu ilə Mehdi kəndə daxil olanda kimsə almanlara Mikhailonun burada olduğu barədə xəbər verir. Mikhailo və dostu bax, bu evin çardağında döyüş mövqeyi tuturlar. Ancaq almanların onları mühasirəyə almaq istədiklərini görəndə, dostu evi tərk eləyərək bu istiqamətdə aşağıya tərəf enir. Az keçməmiş onu vururlar. Mikhailo isə döyüşə-döyüşə pəncərədən tullanaraq kəndin yuxarı tərəfinə çəkiləndə Alman snayperi onu yaralayır. Yaralı Mikhailo döyüş yerindən uzaqlaşsa da, meşəlikdəki arxın kənarında həlak olur. na drugi strani je padao pa Komel. Alle vollzählig, zur Stelle! So gut wie gemacht, hier zu Diensten! Sagen Sie mir, was Sie zu tun haben! Onda mənim 12 yaşım vardı. Bacımla kəndin yuxarı hissəsindən meşənin içi ilə aşağıya düşürdük. Güllə səsləri yenicə kəsilmişdi. Birdən arxın kənarında yerə uzanmış bir hərbçi gördük. Onun çoxlu qan itirdiyi bilinirdi. Bacım dedi ki, bu Mikhailodur. O artıq ölmüşdü. Partizanlar Mikhailonu bax burada, həlak olduğu yerdə dəfn etdilər. Mikhailoda qeyri-adi xüsusiyyətlər vardı. Əməliyyat vaxtı nə qədər ciddi idisə, adi vaxtlarda bir o qədər mehriban və səmimi idi. Desəm ki, onun ən yaxın dostu mən Anjela idim. Bəlkə də digərlərinin xətrinə dəyərəm. Çünki ətrafındakı bütün adamlar onu çox istəyirdilər. O da hamıya qarşı son dərəcə həssaslıqla yanaşırdı. Həmişə deyərdi ki, mən insanların xoşbəxt olması üçün buradayam. Mən onu unuda bilmirəm.
Mənim adım Anton Velikonyadır. Biz Mehdi Mixailonun Sloveniyanın Çipovan qəsəbəsindəki məzarı önündəyik. Mən də o zamanlar partizan dəstəsində idim. Mixailonu əvvəlcə kənd sakinləri və partizanlar həlak olduğu yerdə, Vitovledə dəfn etdilər. Ancaq ora Almanların nəzarətində olduğundan bir həftə sonra biz onun nəşini bura, müttəfiq qoşunların nəzarətində olan Çipovan qəsəbəsindəki qardaşlıq məzarlığına gətirdik və burada da dəfn elədik. Onun dəfn günü bütün korpusda matəm elan olunmuşdu. Dövlət Təhlükəsizlik Nazirliyinin 1946-cı il 5 mart əmrindən 1. 1630 saylı casus barədə axtarış əməliyyatı başlansın. 2. Casusun şəxsiyyəti müəyyənləşdirilsin. Əldə olunan ilkin məlumatlar belədir. Bu şəxs 1943-44-cü illərdə Almaniyanın Ştrans məntəqəsində yerləşən Azərbaycan Milli Legionunda təbliğat təşviqat şöbəsində işləyib. Legionları Almaniyaya vicdanla xidmət etməyə çağırıb. Sağdırsa, deməli, SS-də xüsusi vəzifə sahibidir. Bu casus Mixailo idi. Maraqlıdır ki, onun artıq əfsanəyə çevrilmiş qəhrəmanlığı haqqında həqiqət məhz bu əmrlə başlayır. Belə ki, barəsində casus axtarış əməliyyatı ilə iş açılsa da, 1948-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının iclasında qonaq kimi iştirak edən İtaliya Kommunist Partiyasının baş katibi Talmira Togliatti'nin Stalinlə söhbətindən sonra hər şey dəyişir. Togliatti Stalinə deyir, bizimlə birgə Qafqazdan Mixailo adlı gənc vuruşurdu. Kəşfiyyatçı idi. 1944-cü ildə qəhrəmancasına həlak oldu. Yugoslaviya Kommunist Partiyasının baş katibi, müharibə dövründə Yugoslaviyadakı partizanların komandiri Broz Tito, Mixailo haqqında bütün materialları SSR-yə gətirərək Stalinə təhvil verir. Mixailoya Sovet İttifaqı qəhrəmanı adı verilir.